Yadıma gəlir bir dəfə bir həkimlə, professorla oturub söhbət edirdim. Dedim ki, mən bir sual verəcəm sizə. O sualın cavabından sizə aydın olacaq ki, həqiqətən də Allah qüdrət və qüvvət sahibidir və hər şeyə qadirdir. Dedi, de. Bunu deyəndən sonra təsəvvür edin. Adam İslam'a gəldi, ibadət etməyə başladı, Allaha bağlı oldu bu hadisədən sonra. Nə dedim ona? Dedim ki, uşaq ana bətnində yaranarkən Allah Subhanahu Teala ona ağız və burun yaradır. Həmçinin ön və arxa ifrazat çıxışları yaradır. Tənasül orqanları. Nə üçün yaradır? Ana bətnində o uşağın bu əzalar nəyinə lazımdır ki? Axı, ana bətnində uşaq ağzı ilə yemir, burnu ilə nəfəs almır, ifrazat çıxışları ilə də bayıra çıxmır. Ana bətnində uşaq pərdənin içində, suyun içində, ağzı da bağlı, burnundan da su içəri getmir, orada bağlı. Qidalanması necə olur? Göbək vasitəsilə qidalanır. Və qidalandığı sonra hara gedir, onu da bir Allah bilir. Əsas məsələ, o uşağa əgər deyilsə ki, səni elə bir aləm gözləyir, sən o aləmə gedəcəksən, növbəti yaşadığın yerə aləm. O aləmdə artıq sən göbəyinlə yox, ağzınla yiyəcəksən, burnunla nəfəs alacaqsan. Və ön və arxa ifrazat çıxışlarından da bayıra çıxacaqsan. O uşaq gülümsəyər, deyər ki, bu necə aləmdir? Belə bir aləm ola bilərmi? Eləcə də həmçinin bu həyatda insanlara deyəndə ki, o biri aləm var. O aləmdə filan şeylər gözləyir sizi. Açın, Qur'anı oxuyun. Qur'anda bunlar hamısı yazılıb. Bəzi insanlar bunu inkar edir. Hətta bəziləri istehza edir, deyir, o tərəfdən gələn varmı? Eybi yox. O tərəfə gedəndə biləcəksiniz ki, o tərəf var, yoxsa yox. Bu, Allahın yaratdığı o qüdrətini, qüvvətini həkim görəndən sonra İslam'a gəldi. İbadət etməyə başladı.